Salam əziz şagirdlər, bugünkü dərsimizdə biz Hilal kurslarının təşkil etdiyi sınaq nömrə 1-in, yəni mövzu sınaq imtahanı 1-in suallarını baxacağıq inşallah. Tarix suallarına. 76-cı sualdan başlayaq. Burada mətn sualıdır. Birinci mətndə deyilir ki, Azərbaycanda bu dövr təxminən 1,5 milyon ildən artıq davam etmişdir. Artıq buradan anlayırıq ki, söhbət daş dövründən gedir. Sonra ikinci mətndə deyilir ki, bu dövrdə əmək alətləri daha təkmilləşmişdir. İnsanlar bağçılıq və bostancılıqla məşğul olurdular. Əmək alətləri təbiətdə geniş yayılan, möhkəm və davamlı metaldan hazırlanırdı, yəni dəmirdən və ondan hazırlanan alətlərlə bərk torpağı belə şumlamaq olur. Deməli, ikinci mətndə də dəmir dövründən söhbət gedir. Və sual belədir ki, birinci mətndə bəhs edilən dövrdən fərqli olaraq, ikinci mətndə bəhs edilən dövrün təsərrüfatının inkişafı üçün xarakterik olanları müəyyən edin. Deməli, birinci mətndən bəhs edilən dövrdən fərqli olaraq, ikinci mətndə bəhs olunan dövr, yəni demək ki, daş dövründən fərqli olaraq dəmir dövründə təsərrüfatın inkişafı üçün xarakterik olanı müəyyən etməliyik. Burada cavab, deməli, kotanla torpağın şumlanması nəticəsində əkin sahələri genişləndi, məhsuldarlıq artdı. Cavab Y olmalıdır. A cavabına baxsaq, ilk sənətkarlıq sahələri meydana gəldi. Bilirik ki, bu daş dövründədir. Ona görə də amma bizdən dəmir dövrünü istəyir fərq olaraq. İnsanlar özlərinin lazım olan məhsulları özləri istehsal edirlər. Bu hər iki dövrdə olub. Torpağı daha dərindən şumlamaq üçün xışdan istifadəyə başladı. Bu da zaten tunc dövrüdür, heç uyğun deyil. Və kollektiv halda yaşamaq, yaşayan insanların müxtəlif təsisatlar qurması, bu da hər bir dövrdə olduğu üçün zaten daş dövründə də insanlar kollektiv şəkildə yaşayıb. Ona görə də bu da yanlış cavablardan biridir. Davam edirik, 77-ci suala baxırıq. Deməli, Azərbaycan eradan əvvəl 4-cü əsr tarixinə aid deyil. Deməli, burada cavab Urmiya göl ətrafında ilk dövlətin meydana gəlməsi D cavabıdır. Bəli, bu çünki Manna nəzərdə tutulur. Manna isə eradan əvvəl 9-cu əsrdə yaranıb. Amma digər hadisələr, yəni bunlar hamısı eradan əvvəl 4-cü əsrdə baş vermiş hadisələrdir. Davam edirik, 78-ci sual. Verilən bəndlərdən hansı dövlətin yaranmasına birbaşa təsir edən amil hesab edilə bilməz? Bilirsiniz ki, dövlətin yaranması üçün müxtəlif amillər təsir edib. Məsələn, istehsal təsərrüfatının inkişafı, süni suvarma sisteminin inkişafı, əmək alətlərinin təkmilləşməsi və məhsuldarlığın artması, əhalinin qorunması üçün təşkilatlanma zərurəti, müharibələrin başlanmasına görə, sonra bərabərsizliyin yaranması və insanlar arasında təbəqələşmənin dərinləşməsi, yəni varlılar və yoxsulların yaranması məsələsi də dövlətləşməyə təsir edib. Təbii ki, burada cavab C-dir. Qəbilələrin dil və din birliyi malik olmasının deməli, dövlətin yaranma prosesinə heç bir aidiyyatı yoxdur. Davam edirik, 79-cu sual. Eradan əvvəl 9-cu yüzillik və eradan əvvəl 4-cü yüzillik Azərbaycan torpaqlarının tarixi üçün xarakterikdir. Bilirik ki, eradan əvvəl 9-cu əsrdə Manna, eradan əvvəl 4-cü əsrdə də Atropatena və Albaniya yaranıb. Deməli, burada hansı cavab uyğun gəlir? Urmiya gölünün cənub-şərqində müstəqil dövlətin meydana gəlməsi. Niyə cənub-şərqi deyil? Çünki hər iki dövlətimizin paytaxtı Urmiya gölünün cənub-şərqində yerləşdiyinə görə biz burada A cavabını götürməliyik. Deməli, bir daha deyirəm, burada biz A cavabını götürməliyik. B cavabı niyə olmur? Dövlətçi ənənəsi bərpa edilib eradan əvvəl 4-cü əsrdə. Parfiya eradan əvvəl 9 yox 4-də var, bizim Atropatena mövzusunda. Aşur və Urartuya qarşı mübarizə isə eradan əvvəl 9-da var, 4-də yoxdur. Bütün ölkə torpaqlarını birləşdirilməsi məsələsi ümumiyyətlə heç birində yoxdur. 80-ci suala baxırıq, xəritə sualıdır. Xəritədə hərflərlə işarələnmiş ərazilərin Euler-Venn diaqramına əsasən onu müəyyən etmək lazımdır. Xəritəyə yaxından baxsaq, xəritəni yaxınlaşdırsaq, burada A-da göstərilən Ağdamdır, Ağdam rayonunun ərazisidir. Orada da biz bilirik ki, Çalğantəpə adlı yaşayış məskənimiz var, onu nəzərdə tutur. B-də isə Xocavənd rayonu ərazisidir, orada da Azıq mağarası nəzərdə tutur. İndi biz bunları müəyyən etdik, deməli, A bildik ki, Ağdamdır, B-də Xocavənddir. Deməli, Venn diaqramda müqayisə edirik. Çörək muzeyi, ərazisində yerləşən çörək muzeyi 1-ci Qarabağ müharibəsi zamanı işğalçı ermənilər tərəfindən dağıdılmışdı. Bəli, bu 1-ə gedir. Deməli, Ağdama gedir. Bu ərazidən tapılan tapıntılara əsasən Azərbaycan Avropanın ən qədim sakinləri xəritəsinə daxil edilmişdir. Bu da B-yə gedir, yəni daha doğrusu 2-yə gedir. Sağ tərəfə. Əldə edilən maddi mədəniyyət nümunələri məlumat verir ki, burada yaşayan qədim insanlar əkinçiliklə məşğul olmuş, ən qədim taxıl növündən istifadə etmişdi. Yenə bu da Çalğantəpə 1-ə gedir. Xarici alimlər marağına səbəb olmuş və açıq səma altında muzey adlandırılmışdı. Bu Qobustana aiddir. Dolayısıyla bunu çıxırıq və silirik. Arxeoloji E cavabında arxeoloji qazıntılar zamanı buradan daş dövrünə aid
maddi mədəniyyət nümunələri aşkar edilmişdi. Hər ikisi daş dövrünə aid olduğuna görə də Y-ni də biz əlavə edirik 3-ə. Ortada olmalıdır. Ona görə də burada cavab nə olacaq? 1 olacaq AC, 2 olacaq B, deməli 3 də olacaq Y. A cavabı doğru cavabdır. Davam edirik. 81-ci sual. Daş dövründən fərqli olaraq Tunc dövründə, 1-də, 2-də də dəmir dövründə nələr baş verib baxaq. Deməli, daş dövründən fərqli olaraq Tunc dövründə metal emalının əsası qoyuldu mu? Xeyr. Çünki daş dövrünün sonunda ilk metal kəşf edilib. Yeni təsərrüfat sahələri meydana gəldimi? Xeyr. Çünki daş dövründə də yeni təsərrüfat sahələri meydana gəlib. Məsələn, ikinci maldarlıq meydana gəlib. Tunc dövründə də bağçılıq, bostançılıq, üzümçülük. Deməli, bu fərq deyil, oxşarlıqdır. Süni suvarmadan istifadə nəticəsində əkinçilik inkişaf etdimi? Bəli. Daş dövründə yoxdur, amma Tunc dövründə var. Dəmir dövrünə baxaraq əmək alətləri təkmilləşdimi? Xeyr. Bütün dövrlərdə təkmilləşib. İnsanlar üzümçülük və bostançılıqla məşğul olmağa başladı. Bu Tunc dövrünə aiddir. Ona görə də bu da olmaz və 3, deməli 2-də C, əkinçilikdə kotandan istifadə olunurdu. Bəli. Deməli 1C, 2C, A cavabı burada doğru cavab. Davam edirik. 82 sayılı sual. Manna hökmdarı İran Ruziyə aiddir. Deməli, ilk Azərbaycan dövlətinin əsasının qoyulması xeyr, ilk hökmdar deyil, bunu biz bilirik, bilməliyik. Urartu dövləti ilə ittifaq bağlamışdı, xeyr, Aşurla bağlamışdı. Urartu dövlətinə qarşı ittifaq qurmuşdu, bəli, Aşurla ittifaq qurmuşdu Urartu dövlətinə qarşı. Ona görə cavab C-dir, digər cavablar səhvdir. Davam edirik. Deməli, 83-cü sual. Ərazisi müasir Azərbaycan Respublikasının ərazisinə uyğun gələn dövlət. Təbii ki, söhbət Albaniyadan gedir və Parfiya dövləti ilə eyni dövrdə mövcud olub. Roma qoşunlarını məğlubiyyətə uğratmışdır. Xeyr, elə bir şey məlumatımız yoxdur. Dərbənddən Zəncana qədər olan Romalılarla sülh bağlayıb. O elə bir məlumat var. Dərbənddən Zəncana qədər ərazi əhatə edə bilməz, çünki o deməkdir ki, Azərbaycanı birləşdirib. Amma halbuki heç bir qədim dövlətimiz Azərbaycanı birləşdirməyib. 1-2-ni çıxırıq. 1-2-ni çıxırıq. Sonra yaradılması Azərbaycanın cənubunda ola bilməz, çünki Albaniya şimaldadır. 3-ü də çıxırıq. Və burada təbii ki, cavab 4-5-dir. Dünya ticarət yollarının bir qolu ərazisindən keçirdi, bəli. Kürd çayından şimaldakı Azərbaycan torpaqlarını da əhatə etmişdi. D cavabı doğru cavabdır. 84-cü sual. İskəndərin hakimiyyəti dövründə Makedoniya imperiyası Roma dövləti və Ərəb xilafətindən fərqli olaraq, deməli, şərq ölkələrinə hərbi yürüşlər etmişdir. Hər biri edib, fərq deyil. Azərbaycan torpaqları hakimiyyəti altında salmaq istəmişdi. Torpaqlarını hər birinə aiddir. Atropatın hərbi qüvvələrlə toqquşmuşdu. Bəli, bu artıq İskəndərin hakimiyyət dövründə fərqli bir hadisədir ki, bəli, o Atropatın başçılıq etdiyi Azərbaycan tayfaları ilə toqquşmuşdu. İşğalçılıq siyasəti həyata keçirmişdi. Hər biri keçirmişdi. Azərbaycan dövlətlərini özünə tabe etmişdi. Deməli, İskəndərin dövründə bilirik ki, Azərbaycan dövlətləri yox idi. İskəndər öləndən sonra yaranıb, ona görə bu da olmaz. Davam edirik. 85-ci sual. Məntiq ardıcıllığını müəyyən etməliyik. Birinci və ikinci boşluqları doldurmalıyıq. Belə ki, başlayır burada Makedoniyalı İskəndərin şərqi yürüşü. Nəticədə nə baş verdi? Sonra bu yürüşə qarşı Azərbaycan tayfalarının yadellərə qarşı mübarizəsi aparmasını nəzərdə tutur. Bilirsiniz ki, sonra Atropat İskəndərlə yaxınlaşır, danışıqlar aparır, müttəfiq olurlar falan filan və Azərbaycanın sonra İskəndər dünyasını dəyişir və dağılır onun imperiyası, Azərbaycanın cənubunda müstəqil dövlət yaranır. Beləliklə, qədim dövlətçi ənənələrimiz bərpa edilir. Ona görə də burada doğru cavab B-dir. Davam edirik, gəlirik növbəti sual, 86-cı suala. Daş dövrü və Tunc dövrünə aid neçə oxşarlıq verilmişdir? Deməli, əmək alətlərinin əsasən daşdan hazırlanması bu yalnız daş dövrünə aiddir. Oddan istifadə edilmə hər dövrə aiddir. 1. Sonra istehsal təsərrüfatı mövcud olması hər ikisinə aiddir. Yəni əkinçilik, maldarlıq hər ikisində də var. Yeni təsərrüfat sahələri meydana gəlməsi bayaq da dediyim kimi hər ikisində var. Yeni dövlətlər təbii ki, bu heç bir aidiyyəti yoxdur. Ona görə də burada 3 dənə doğru cavab var. C cavabı. Yəni 3 dənə oxşarlıq var. C cavabı doğru cavabdır. Davam edirik. 87-ci sual. Atropatena Albaniya dövlətinə aid oxşarlıqdır. Deməli, burada cavab işğalçılara qarşı mübarizə aparmaq. D cavabı doğru cavabdır. Digər cavablar yanlışdır. Bunlar oxşarlıq deyil. Davam edirik. 88-ci sual. Məntiq ardıcıllığını tamamlayın. İnsanlar daha keyfiyyətli metal əldə etməyə çalışdılar və dəmiri kəşf etdilər. Nəticədə nə oldu? Təsərrüfat işləri daha da inkişaf etdi. B cavabı doğru cavabdır. Davam edirik. İlk mərkəzləşdirilmiş Azərbaycan dövlətinin paytaxtını xəritədə müəyyən edin. Təbii ki, bu Mannadır. 1. Ona görə də A cavabı doğru cavabdır. Davam edirik. 90-cı sual. Əmək alətlərinin hazırlanmasını xronoloji ardıcıllığa əsasən müəyyən edin. Bunlarda təbii ki, birinci daş çapacaq gəlməlidir. 1.
Birdən başlamalısınız. Deməli və sonra ikinci gəlməlidir burada toxa. Deməli toxa gəlməlidir. Daha sonra xış və kötan. Daş çapacaq toxa, xış, kötan. Ona görə də 1, 4, 2, 3 olmalıdır. 1, 4, 2, 3. D cavabı doğru cavabdır. Davam edirik. Albaniya və Atropatena dövlətlərinin heç birinə aid olmayan bəndi müəyyən edin. Heç birinə aid olmamalıdır. Deməli, hər ikisi Xəzər dənizindən qərbdə yerləşir. Sonra 1-ci milliyin ikinci yarısında ərəblər tərəfindən süqut uğraması bu Albaniyaya aiddir. Urmiya göl ətrafındakı əraziləri də əhatə etməsi bu Atropatenaya aiddir. Kür və Araz çayları arasındakı torpaqları da əhatə etməsi bu Albaniyaya aiddir. Makedoniyalı İskəndərin ordusuna qarşı mübarizə aparılması dəfələrlə dediyimiz kimi Makedoniya İskəndərin dövründə nə Albaniya, nə də Atropatena dövlətləri yox idi. Yəni bu dövlətlərimizin yaranması üçün İskəndər öldürülməlidir və ondan sonra onun imperiyası parçalanmalıdır. Gəldik 92-ci suala. Atropatın xarici siyasətinə aiddir. Elə birinci cavab, A cavabı Makedoniya İskəndərlə danışıqlar aparması. Roma ilə mübarizə aparmayıb, bütün Azərbaycanı birləşdirməyib, bir dəfəlik son qoymaq olmaz yadelli yürüşünə, Manna dövləti ilə əlaqələrin olması mümkün deyil. Gəlirik 93-cü suala. Manna dövləti ilə eyni dövrdə mövcud olmamış dövlət, altından xətt çəkməli lazımdır bu test işləyərkən. Mövcud olmamış dövlət, təbii ki, Ərəb xilafətidir, digərləri mövcud olub. Davam edirik. 94-cü sual hadisə nəticə əlaqələrini müəyyən edən sualdır. Doğru müəyyən etmək lazımdır. Deməli, Albaniya süquta uğraması nəticəsində şimal torpaqlarının Ərəb xilafət tərəfindən idarə olunması mı başladı? Bəli, çünki Albaniyanın süquta uğradan zaten Ərəb xilafətidir. Atropatın hakimiyyətə gəlməsi nəticəsində ilk Azərbaycan dövləti yarandı mı? Xeyr. İlk Azərbaycan dövləti Mannadır. 3. Manna dövlətinin zəifləməsi nəticəsində xarici basqınlara qarşı mübarizə çətinləşdi mi? Bəli. Romalıların Azərbaycanın cənubuna hücumları nəticəsində Atropatın qalib gəlir. Atropat olduğuna görə Romalılardan mümkün deyil. Atropatdan sonra gələn hökmdarlardan biri olub. Ona görə bu da səhv cavabdır. 1-3, yəni A cavabı doğru cavabdır. Davam edirik 95-ci sual. Manna dövlətinin yaranması ərəfəsində Urmiya göl ətrafı ərazilər. Deməli, bu bölgədəki dövlətlərin, yəni Urartu və Aşur basqınlarına məruz qalırdı. Cavab B-dir. Bunu götürməliyik. Digər cavablar yanlışdır. Gəlirik deməli 96-cı suala. Azərbaycan mədəniyyətinin 1930 və 1960-cı il tarixlərinə aiddir. Yəni bu Qobustandakı tədqiqat işləri və Azıq mağarasındakı tədqiqat işləri nəzərdə tutur. Burada o oxşar uyğunluğu nə götürə bilərik? Azərbaycan ərazisində daş dövrünün sonlarına aid yox, Mingəçevir yox, Məhəmməd Əli Hüseynov birinə aiddir. Azərbaycan tarixinin qədim dövrünə aid maddi mənbələrin aşkarlanması B cavabı doğrudur. Ona görə də onu götürməliyik. Digər ifadələr yanlışdır. 97-ci sual. Xronji arıcılığı müəyyən edin. Artıq açıq suallara gəlmişik. Deməli, xristianlıq meydana gəlməsi bilirsiniz ki, İsa Peyğəmbərin özü 1-ci əsrdən anadan olduğuna görə biz bunu eramızın əvvəlləri kimi götürürük. Eramızın əvvəllərində yaranıb. Albaniya dövləti yaranıb eradan əvvəl 4-cü əsrdə. Urmiya göl ətrafında ilk tayfaların məskunlaşmasıdır. Bu da təbii ki, Mannadan əvvəl baş verdiyinə görə Mannanın yaranmasından məntiqlə təbii 3-dən başlamalıyıq. Ümumiyyətlə, tayfalar nə vaxt yaranıb Tunc dövründə, belə götürək. Ondan sonra xeyli sonra Manna dövləti yaranıb, aydın məsələdir. Sonra xeyli sonra eradan əvvəl 4-cü əsrdə Albaniya yaranıb, daha sonra da xristianlıq. Ona görə də 3-2-1 olmalıdır. Davam edirik. Manna dövlətində mərkəzi hakimiyyətin güclü olduğu dövrə aid olanları seçin. Güclü. Burada görürsünüz, güclü olduğu dövrü deyir. Mərkəzi hakimiyyətin güclü olduğu dövrdə təbii ki, məsələn, zəifləməkdən və işğaldan danışmaq mümkün deyil. Burada nə ola bilər? Məsələn, işğal olmuş torpaqlar geri qaytara bilməsi, bəli, İran bunu elədi və Aşurla ittifaqa girərək. Bir də ölkədə sabitlik və birliyin olması, çünki buna məqsədi idi, məqsədlərindən biridir və buna nail oldu. Vilayətlərlə arasında müharibələrin dövlət zəiflətməsi təbii ki, o güclü dövründə ola bilməz və ərazisinin Fars körfəzinə gedib çıxması da mümkün deyil. Ancaq Azərbaycanın cənubudan əhatə edir. Yəni, burada cavab nə olur? Burada cavab olur 1 və 3. 99-cu sual, qəşəng sualdır bu da. Deməli, xəritə sualıdır yenə. Müasir xəritədə paytaxtı ulduzla göstərilmiş dövlətimizin qədim dövr tarixinə aid, qədim dövr və ulduzla göstərilən Albaniyanın paytaxtı Qəbələdir. Deməli, söhbət Albaniyadan və onun qədim dövründən gedir. Burada eramızdan əvvəl 1-ci milliyin sonlarında mövcud olması götürə bilərik. Çünki eramızdan əvvəl 4-cü əsrdən 8-ci əsrə qədər mövcud olduğuna görə bunu nəzərə ala bilərik. Ticarət əlaqələrinin zəif yox, güclü inkişaf edib. Ticarətdə yerli pullardan istifadə edilib. Romalılarla sülh bağlanıb, deməli,
və Ərəb xilafəti tərəfindən varlığına son qoyulması da artıq qədim dövr deyil, orta əsrlərdə. Ona görə də burada 1, 3, 4 olmalıdır. 1, 3, 4. Davam edirik və sonuncu 100-cü sual. Sxemə əsasən düzgün cavabları müəyyən edin. Burada Azərbaycan dövlətləri yazılıb. Deməli, bu dövlətlər sözünə diqqət etməliyik. Eradan əvvəl 1-ci min ilin birinci yarısı və ikinci yarısı. Atropatın Roma qoşunu, Atropat Roma fikir verirsiniz, yenə səhv ifadədir və nəyə görə olduğunu da yaxşı bilirsiniz. Albaniya dövlətinin ərəblərin yürüşünə məruz qalması belə bir şey var, amma eradan əvvəl deyil, təbii ki, bu eramızda baş verən 8-ci əsrdə baş verən hadisədir. Bunda çıxırıq. İranzunun Aşurun köməyi ilə Manna torpaqlarını geri qaytarması, bu deməli 1 olmalıdır C və Albaniyanın şimal-qərbində İberiyənin həmsərhəd olması, bu da 2 olmalıdır D. Y cavabında isə yenə səhv var. Makedoniya ilə İskəndərə qarşı mübarizə aparmaq. Heç bir dövlətimiz İskəndərə qarşı mübarizə aparmayıb. Bir daha deyirəm, İskəndərdən sonra dövlətlərimiz yaranıb. Bunu da çıxırıq. 1C 2-dir. Əziz şagirdlər, beləliklə bu video dərsimiz başa çatır. Növbəti sınaqlarda, inşallah bu dərsimiz sizin üçün faydalı və xeyirli oldu. Növbəti sınaqlarda və video dərslərdə görüşənə qədər sağ olun, salamat qalın.